Mətn təhlilindən qəbula düşmüş sual nümunəsinə baxırıq sizinlə. Deməli, İşə Düzəltmə Agentliyində 5 adamın sənədləri ayrı-ayrı qovluqların içərisində masanın üzərinə qoyulmuşdur. Onların adları D, K, R, M və O qovluqların üstündə yazılıb. Gənc katib təsadüfən bu qovluqları əlindən yerə salıb sənədləri dağıtdı. O sənədləri yığışdırarkən tələsdiyindən onları qarışıq saldı. Nəticədə bir qovluq istisna olmaqla bütün qovluqlarda şəkillər və rəylər dəyişik düşdülər. Deməli, qovluğun birinin adına şəkil, ikinci adamın adının rəy. Deməli, qarışıqlıq o şəkildə oldu ki, hər kəsin qovluğuna başqasının şəkli, başqasının rəyi düşdü. Bu şəkildə qarşılıq yarandı. Belə ki, K-nın qovluğuna şəkil düşən adamın rəyi M-in qovluğuna düşdü. M-in şəkli isə o adamın qovluğuna düşdü ki, həmin adamın qovluğunda həm də K-nın rəyi var idi. Erin rəyi onun qovluğuna düşdü. Bax, burada bir ipucumuz var. Daha doğrusu K'nın, bəli, Erin rəyi onun qovluğuna düşdü. Deməli, burada bir düşüb qeyd edək özümüz üçün. Düşən hissə burada olsun. Deməli, Erin rəyi onun qovluğuna düşüb. Erin rəyi düşsə onun qovluğuna, deməli, digərlərinə düşməyəcək. Aha, növbəti bir cümləyə baxaq. Ancaq D-də şəkil, rəy və qovluq bir-birinə uyğun gəlirdi. Deməli, D-də elə öz rəyi düşüb özünə bu şəkildə. D-də şəkil də elə özünə düşüb. Baxın bu şəkildə qeyd edilir. Eyni zamanda bilirik ki, K-nın öz rəyi özünə düşə bilməz. R-in öz rəyi özünə düşə bilməz. M-in rəyi özünə düşə bilməz. Həmçinin orada da belədir. Sonra K'nın da şəkli özünə düşə bilməz. R-in də, M-in də, onun da. Bu qədər qeydiyyat apardı. İndi yenidən qayıdırıq əvvəlki cümlələrə. Deyir ki, belə ki, K'nın qovluğuna şəkil düşən adamın rəyi M-in qovluğuna düşüb. Deməli, K'nın qovluğunda müəyyən bir şəkil var. Həmin adamın rəyi M-in qovluğundadır. Deməli, M-in qovluğunda bir başqasının rəyi var. K'nın rəyi deyil. O zaman M-də K-nın rəyi olmasa, M-də olacaq O. Deməli, O-nun rəyi düşüb M-ə. Digərləri olmayacaq. M-in rəyi düşüb K-ya. K-nın da rəyi düşüb R-ə. Bu şəkildə rəyləri yekunlaşdırdı. Keçirik cümlələrə yenidən baxmağa. Deyir ki, belə ki, K-nın qovluğuna şəkil düşən adamın rəyi K-nın qovluğuna şəkil düşən adamın rəyi M-in qovluğuna düşdü. Rəyi M-in qovluğundadır. Gedək, M-in qovluğunda kimin rəyi var? Baxaq hələ M-in qovluğuna. M-in qovluğunda O-nun rəyi M-ə düşüb. Düzdür? K-nın qovluğuna şəkil düşən adamın rəyi. Deməli, O-nun şəkli də K-nın qovluğundadır. Deməli, O-nun şəkli olacaq K-nın qovluğunda. Digər cümləmizi oxuyaq. M-in şəkli isə o adamın qovluğuna düşdü ki, görə M-in şəkli hara düşüb? Həmin adamın qovluğunda həm də K-nın rəyi var. Görək, K-nın rəyi hardadır? K-nın rəyi R-dədir. Baxın, görürsünüz? K-nın rəyi R-ə düşübsə, deməli, M-in də şəkli R-ə düşüb. Baxın, M-in də şəkli R-ə düşmüş olacaq. Bizə nə lazım idi? Deyir, kimin şəkli M-in qovluğuna düşüb? Kimin şəkli M-in qovluğuna düşüb? R-in şəkli M-in qovluğuna düşüb. Bu qədər cavab olacaq C variantı.